Cruises.azın değerli dostları, müşteriləri, Norwegian Aqua gəmisindəyik. Deməli, oyun mərtəbəsidir və kifayət qədər maraqlı oyunlar var və bir çox da pulsuz. Oyunların necə oynanılacağı ilə əlaqədar imənalı kömək edir işçilər və eyni zamanda da Aqua Park'ın olduğu mərtəbədir. İnşallah hava yaxşı olanda çox daha gözəl videolar çəkiləcək. Gördüyünüz kimi böyük temiz və aşağıda hava sərin olsa da oynayan uşaqlar var. Gördükleriniz böyle bot tipliği buradan süratli bir şekilde geçir ve bunların içinden hareket ederek eğlenceli bir oyundu. İndi ise Norwegian Aqua'nın akşam eğlencelerinin geçirildiği esas mekan bura olacaq. Hava sərin olduğu için indi bağlıdır, ama şəhərə çox yaxın. Belə bir çox gözəl bir atmosfer. Su sürüşkənlərinin genişliğini videoda görmək mümkün değilse diametr 2 metreden daha çoxdur. Və bu da bunun davamı. Çok uzun bir su sürüşkəni var. Aşağıda da dediğim kimi oyun yerləridir. Biraz daha keçib. Yani uşaqların, hatta böyüklərin eğlenceli, hoş, unudulmaz vaxt keçirmələri üçün bütün her şey tənzimlənib, hazırlanıb. Yerler biraz sudur. Su içməmək üçün ehtiyatla gedirəm. Həm də hər oyuna ölkələrin adları verilir. Yəqin ki, müəyyən qədər də əlaqəlidir. Məsələn, İspanya, Hong Kong, London, Yunanistan. Buradayken bütün dünya, necə ki bütün dünyadan olan müşteriler buradadır. Böylece de onu bir növü yaşatmaya çalışırlar insanlara ki herkes özünü evindeymiş kimi hiss eləsin. Bu da bunun reception hissəsidir. Very nice. Very nice. Thank you very much. Bye bye. Bu da giriş hissə. Girişdə bu əməkdaşlar rahat bir şəkildə sizə köməklik edirlər. Nə istəsəniz, hansı məlumat lazım olsa, hamısı da hazırdır köməklik eləmək üçün. Bax belə.